Salam, hər birinizi xoş gördük. Müəllimlər Birliyi Tədris Mərkəzinin informatika müəllimi Əliyeva Şəbnəm. Uşaqlar, biz bu günlər sizinlə say sistemlərinə dair belə bir maraqlı sualın izahına baxacağıq. Uşaqlar, bizim bu testimizdə deyir ki, A, B, C, D simvolları uyğun olaraq verilmiş ikilik ədədlərlə kodlaşdırılıb. Və kodlaşdırıldıqdan sonra ardıcıllıq C, A, B, D simvolları ardıcıllığı ilə kodlaşdırılaraq 16-lıq say sistemində yazılarsa hansı ədəd alınır? Deməli, uşaqlar, əvvəlcə ardıcıllıq A, B, C, D şəklində olub. Daha sonra isə kodlaşdıraraq C, A, B, D şəklində yığılıb. A-nın kodun bizə misalın tərkibində 100, B-nin kodun 101, C-nin kodun 110, D-nin kodun isə 111 verib. Və indi yeni ardıcıllığa əsasən biz onu yığaq. C-nin kodu. C-nin koduna baxırıq ki, uşaqlar 110-dur. Yazırıq birinci 110. Sonra A-nın kodu 100-dür. B-nin kodu 101-dir. D-nin kodu isə 111-dir. Bunu verilmiş kodlara əsasən bu ardıcıllıqla düzdük. Aldıq ikilik say sistemində. Və bizə deyir ki, 16-lıq say sistemində yazılarsa hansı ədəd alınır? Uşaqlar, biz bilirik ki, 16-lıq say sistemində bir simvola 4 bit yer ayrılır və sondan əvvələ doğru 4 bölürük. 1, 1, 2, 3, 4. İkinci ədədimiz, bu da üçüncü ədədimiz. Deməli, 8, 4, 2, 1 qaydasına əsasən bu ədədimiz olacaq 15. Buranı alacağıq F. 8, 4, 2, 1 qaydasına əsasən buranı alacağıq 2. 8, 4, 2, 1 qaydasına əsasən buranı alacağıq. Deməli, 13, yəni 13-ü də biz ifadə eləmişik D ilə. Olacaq D, 2, F. Cavabımız olacaq B bəndi. Uşaqlar, bu 8, 4, 2, 1 qaydası biz bundan əvvəlki dərslərimizdə qeyd etmişdik. İkilik say sistemindən 16-lıq say sisteminə keçmək üçün 8, 4, 2, 1 qaydasından, ikilik say sistemindən 8-lik say sisteminə keçmək üçün isə 4, 2, 1 qaydasından istifadə olunur. Onlayn informatika dərslərimizə qoşulmaq üçün YouTube səhifəmizdə qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.